Bitkidə unlu şeh xəstəliyi varsa, mütləq bu 3 qızıl qaydaya riayət edin. Hörmətli izləyicilərim, xoş gördük. Əgər barbaris bitkisində unlu şeh müşahidə edilirsə, yəni simptomların, əlamətlərini müşahidə edirsinizsə, bax gördüyünüz kimi, yaxşı olar ki, bu 3 qızıl qaydaya riayət edəsiniz. Nədir bu 3 qızıl qayda? İlk öncə mütləq və mütləq yaxşı olar ki, bitkinin yarpaqlarından sulan siləmə aparmayasınız. İkinci qaydamız kökdən azot tərkibli və ya yarpaqdan azot tərkibli gübrələrdən istifadə etməyəsiniz. Əgər azot tərkibli gübrələr istifadə etsəz, bu zaman bitkidə xəstəliyin inkişafı daha da sürətli yayıla bilər. Üçüncü qaydamız isə yuxarıda qeyd etdiyim 2 ana tərkibli dərmandan istifadə edə bilərsiniz. Dərman istifadəsində yaxşı olar ki, təlimatı oxuyub və o təlimat əsasında istifadə edəsiniz. Hörmətlər.